Salam dəyərli izləyicilərimiz. Bugün sizə 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəki təqdim edirəm. Çəkişə başladıq 2-ci mərtəbənin dəhlizindən. 2-ci mərtəbəyə qalxan pilləkənlər, pilləkən baş tərəfində və burada hamamla ayaq yolsudur. 4 otaqdan ibarət 2 mərtəbə yerləşməyirik. Masazır qəsəbəsində Cantəpədə. Burada bir otaq, evimizin ikinci otağıdır. Kim istəsə burada qonaq otağı kimi istifadə edilmirlər. Bu da ki, üçüncü otaqdır. Üçüncü otaqdan eyvana çıxır. Maraqlı evdir. 2 aşağıdan mən sizə göstərəcəm. Pilləkənləri betondan yığılıb. Üstü mərmər qranitdir. Bu bizim birinci mərtəbəmiz. Evimizin giriş qapısıdır. Birinci mərtəbə beton monolit. 2-dən 1-in arası beton monolit. Yuxarıda da ki beton kəməri var. Ümumiyyətlə birinci mərtəbə hamısı istipoldur. Yuxarı mərtəbə isə kombi sisteminə qızdırılır. Evimizin kombisi var. Radiatora qoyulub kombisi işləyir. Bax, bunun həyətidir. Həyətdə naves tam cütdaş evdir. Qeyd etdim ki, birinci mərtəbə bütün istipoldan ibarətdir. Evimizin mətbəxi, mətbəxdən çölə çıxış. Bax, burada belə bir yer var. Samvar falan qoymaq üçün. Bu da ki kombisi hazır işlək vəziyyətdə. 2-də olduğu kimi birinci mərtəbədə də hamamla ayaq yolsu. Bax, belə bir hamamla ayaq yolsudur. Çıxaq evimizin çölünə. Evimizin həyəti 5 daş kürsü üzərində tikilib evimiz. Ətrafı tam yaşayışlı gördüyünüz kimi. Həyətə rahat 2 dənə maşın daxil ola bilir. Və burada gördüyünüz kimi zirzəmsi, darvaza, darvazanın üstündən evə qədərsə bax, belə bir naves yığılıb. Bu da ki evimiz. Evimiz kopçalıdır. Qaz, işıq, su qeyd etdiyim kimi problemsiz. Qiymət 115.000 manat.